Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak etmək məqsədi ilə ölkəmizdə səfərdə olan Mavriki Respublikasının prezidenti Daran Bergoğul Asan Xidmət Mərkəzinin fəaliyyəti ilə tanış olub. Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış Asan Xidmət Mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Qonağa Asan Xidmət Mərkəzlərinin fəaliyyətində tətbiq olunan müxtəlif texnoloji həllər ilə bağlı təqdimat edilib. Milli brendimiz olan Asanın intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzaladığı diqqətə çatdırılıb. Mavriki prezidenti Azərbaycanın Asan xidmət təcrübəsinin ölkəsində tətbiqində maraqlı olduğunu qeyd edib. Mənə bildirildi ki, bu uğurlar prezidentinizin xidmətləri ictimaiyyət üçün daha əlçatan etmək və vətəndaşların həyatını asanlaşdırmaq vizyonu nəticəsidir. Hesab edirəm ki, bu hər bir hökumətin əsas məqsədi olmalıdır və hökumətiniz bu istiqamətdə çox uğurlu fəaliyyət göstərir deyə Mavriki prezidenti qeyd edib.